Herkese salam, kanalıma videomuza hoş geldiniz. Ben Aysim. Bugün yeniden yeni bir videoyla karşınızdayım. Hal-hazırda saat 4'də işləyir. Bu videonu normalde mən səhər tezdən atacaqdım. Prosta səhər oyanandan sonra düzəməlli bir şey eləmədim. Yəni oyandım, əl-üzümü yudum və riyaziyyat tapşırıqlarını yazmamışdım deyə başladım riyaziyyat tapşırıqlarını yazmağa. Sonrasında məktəbə getdim, məktəbdən qayıtdım. Məktəbdən qayıdandan sonra bir dənə yemək yedim. Daha sonrasında isə oturdum maqnitin qaydalarını falan təkrar elədim. Oturmuşam indi topludan bu amper qüvvəsini yazıram. Hal-hazırda 76-cı sualdayam və test səhv eləmirəmsə 90 suala yaxın idi. Yəni təqribi 20-yə yaxın sualım qalıb. Oturub onları da işləyim. Sonrasında gedəcəyəm riyaziyyat hazırlığına. Riyaziyyat hazırlığından qayıdandan sonra maraqlı şeylər eləyəcək bir yerdə. Elə bilin ki, ingilis dili işləməliyik. Python-dan dərslərə baxıb, Codera-dan dərsləri işləməliyəm. İdman eləməliyəm, kitab oxumalıyam, uzun və qısa vloq çəkməliyəm və video ideyası tapıb, skript yazıb, bir dənə də qısa video çəkib onu paylaşmalıyam. Qısa video nədir, nə olacaq, necə olacaq falan ağlımda qram bir fikrim yoxdur. Yəni necə olacaqsa olacaq. İdeya tapmalıyam, onu çəkməliyəm, editləyib paylaşmalıyam bu günləri. Daha sonrasında uzun vloq olsun, kısa vloq olsun, bunları onsuz demişdim ki, hər gün gələcəklər. Eee, Bilmirəm bundan əvvəlki videoların hansındasa demişəm yoxsa deməmişəm. Mən Python-la hazırlıqda Python keçidliyi ərəfələrdə gələ bilməmişdim dərslərə. O səbəbdən də mən bir damcı daldaydım Python-da. Ona görə də neynədim? Bir dənə kanal var. Kanalın adını deyə bilmirəm. Bundan əvvəl 4-5 videoda bunu demişəm, sonra həmin o hissəni silmişəm. Ona görə ən məntiqlisi adını bura yazaram və yadımda olsa kanalın özünün i butonuna və yaxud da açıqlama hissəsinə linkini qoyaram, gedib baxa bilərsiniz. 12 videoluq bir dənə playlisti var və orada dim səviyyəsində Pythonu izah eləyir və məncə çox qəşəngdir. Hal-hazırda mən 7-ci dərsi bitirmişəm səhv eləmirəmsə. 8, 9, 10, 11, 12. 5 dərsim qalıb. Bu 5 dərsdən sonra dövrə keçərəm böyük ehtimalla Pythona dil olaraq öyrənməyə. Bu dəqiqə Codera-dan dərsləri demək olar ki, 80%-ni yəni heç yerə baxmadan özümdən yaza bilirəm, özümdən qura bilirəm. Bu qəşəngdir. Yəni əvvəl bunu belə eləyə bilmirdim də. Yəni ən bəsit məsələləri belə eləyəndə hardasa bir error alırdım. Gördüyünüz üzrə, yəni aydınlıqdır buralar. Nə üçün görəsən? Bax onu indi də aydınlıq gedir, yox olur. Gördünüz? İşıq almışam. Buna baxın bir də. Bombadılar. Elə bilin ki, 2 dənə bu cür işıqdır. Bunlar 3 rəng verə bilirlər. Ağ verə bilirlər, sarı verə bilirlər. Bir də ağla sarının qarışığını verə bilirlər. Bir də modları var. Bir tez-tez belə yanıb sönürlər polis sirenası kimi. Prosta o mavi qırmızıdır, bu ağ, sarıdır. Bir də ki, belə slow bir şəkildə, yəni yanır, sönür, yanır, sönür. Modlarını göstərərdim. Prosta valla bir dəqiqə düymələrini tapmağa qram axotum yoxdur. Arxasında 6-7 düymə var. Hansına basanda nə olur bilmirəm. Başım çıxmadı. Oturub onu öyrənərəm, göstərərəm sizə. İndi bu şeydən 2 dənə vurmuşam. Bunlar gəliblər. Daha sonrasında bir dənə ağ işıq vurmuşam. O elə bilin ki, qulpu var. Telefonun üstünə keçirdirlər onu və məsəl üçün axşamları video çəkəndə, vloq çəkəndə daha çox. Bizim məhəlləmizdə işıq yoxdur və qabaq kameranda bunun yəni flaşı yoxdur da. Ona görə o onda kömək olur ki, yəni işığı vurur. Qabaq kamera ilə çəkəndə işıq vurur və bu çox qəşəng olur. Onun üçün bir dənə balacadır o, bundan daha balacadır, amma yəni bəs qədər işıq verər məncə. Daha sonrasında isə bunlardan 2 dənə də almışam. Prosta onlar RGB-dir. Yəni bütöv rənglər vardı içində. Bütöv rənglər deməyim, yəni RGB-dir. Yəni mor olsun, narıncı olsun, sarı olsun, yaşıl olsun, mavi olsun. 2 dənə də ondan vurmuşam və bunları taxa bilmək üçün elə bilin bunların hardasa de burada. Bunlar var. Bu elə bilin girir işığa, bu da ki tripod üçündür səhv eləmirəmsə. Bu balaca mini stolüstü tripodlar olur. 2 ya da 3-dən almışam. Səhv eləmirəmsə 3-dən almışam elə bilin ki o tripodlardan. Bunları taxa bilmək üçün elə bilin bir dənə tripod, bir dənə işıq boşda qalacaq. Onu da indi bilmirəm, bir şey eləyərik də. Uzaqbaşı bir tripoda qoşaram onu. Amma yəni çox qəşəng bir setup qururam. Kemal misal olsun. Onun da videolarını çəkim gərək bu yaxınlarda. Yəni təqribi 11-12 dənə video falan var. Skriptlərini hazırlamalıyam. Onların skriptini hazırlayım, videolarını çəkim. Yəni bu həftə çalışacağam ki, ən azından skriptlər hazır olsunlar. Videolarda görüm 5-ci günlər falan alınsam eləyərik. İndi bu işıqları söndürüm. Gözüm çıxdı çünki necə söndürürlər onu da bilmirəm. Nəysə indi söndürərəm şey eləyəndən sonra bunları çevirdim tərs üzünə. Bu cürlə söndürüm kameranı. 6 dəqiqədə danışıram boş boğaz kimi.
tematikanı yazanda saatın necə keçdiyini fikir verməmişəm. Hazırlığımız başlayıb, mən hazırlıq başlayanda evdən çıxdım. Yəni bəxtim gətirib ki, hazırlıq yaxındır da. 2-3 dəqiqəlik oldu. Tez bir dənə sumka götürdüm, çıxdım evdən. Gedirəm indi hazırlığa, bəs çıxım açaram kameranı. Deməli, riyaziyyatdan evə qayıdandan sonra bir dənə yemək yeyirəm. Cəvabımca yorğun idim, uzandım, dincəldim falan. İndi hal-hazırda saat 8-ə qalır. Oturmuşam, ingilis dilindən lüğət yazmışam. Elə bilin ki, ya bir vərəqdir, ya bir səhifədir. Yəni o üzdür, bu üzdüdür. Onu öyrənim. Ondan sonra keçəcəyəm Pythonda kod falan yazmağa. Ondan sonra da gedim, görüm bir dənə script falan bir şey yazaram ya da bir video da yazıb taparam. Onu çəkib paylaşaram. Daha sonra da dərs bitəndən sonra böyük ehtimalla videonu bitirərəm. Amma çalışacağam ki, yəni dərs bitiminə qədər videonu dayandırmayım, çəkim. Deməli, hal-hazırda onlayn dərsimiz başlayacaq. İngilis dili olsun, Python olsun falan gündəlik eləməli olduğum hər şeyi bitirdim. Sadəcə qaldı bir dənə short video paylaşmaq. O da ki, inşallah çəkib paylaşarıq. Müəllimimiz qrupa 23 saniyəlik səs atdı. Deyəsən dərs olmayacaq. Yəni, bilmirəm, amma indi kompüter, diktayzer, mouse pad, yəni bura qoymuşam. Yəni, gözləyirəm. Görək nə oldu, müəllimin səsinə qulaq asım bir də. Dərsimiz olacaqmış, prosta 10 dəqiqə gec başlayırmış. Bu cür, yəni elə bildim olmayacaq. Bir damcı sevindim, amma bir damcı. Amma sonra sevindim, qursaq deyirlər, nə deyirlər, orada qaldım. Qursaq məncə türkçədir, Azərbaycanca nədir bilmirəm amma.